Salam mənim gözəl izləyicilərim, əzizlərim, canlarım. Gəldim, xoş gəldim, nöş gəldim bilmirəm. Axır ki gəldim. Bəh, bunu kim yeməz, bunu kim yeməz. Qızlar, bilirsiniz nədir? Bəh. Mənim çox sevdiyim bir yemək oldu bu yemək. Qızlar, hansısa bir şirkətə deyirsən öyrənməyə, orada icazə yoxdur çəkməyə. Ancaq sağ olsun müəllim, ətraflı hər tərəfli məlumat verir, deyir izləyicilər bizə də o məlumatı çatdırın. Halbuki desə ki, deyər ki, yox lazım deyil, çatdırmayın. Ona görə istəyən gəlsin, burada öyrənsin, sağ olsun ki, nəzərə alır elə bir şeyləri. Deməli, neynirik, mənim əzizlərim, canlarım. Burada toyuğu qəşəng doğrayırıq, yumuruq ha. Bax, bir şey də deyim sizə, nə toyuğu yumaq olar? Dərisindən təmizləyirsiniz, toyuğu yumaq olmaz. Bunu mən sizə deyim, toyuğun bütün dadı, sonra onda çoxlu mikroflar var, qarışır bir-birinə. Yəni, indi necə məsləhətdir, siz istəyirsiniz, yiyin, istəyirsiniz, yeməyin. Ancaq müəllim məsləhət görmür toyuğu yumağa. İndi aşpazdır, maşallah bilgi də bizdən çoxdur, profesional aşpazdır, neçə illər xaricdə olur, Allah ömür versin qardaşımıza. Nəysə, gəldik, toyuq qəşəng qızarandan sonra 3 dənə sos var. Qızlar, soslar yadımda qalmır, yalan deməyəcəm. Onu həm hekayədə paylaşaram, həm də ki, dəqiq adlarını öyrənib, səhifədə paylaşım edəcəm. Deyəcəksiniz ki, tuşqadır, xeyr, mən tuşqa zat deyiləm. Evində işlətməmişəm, ona görə də bilmirəm. Mənim uşaqlarım kaprizmi olduğuna görə hər bir şeyi mən evdə işlədə bilmirəm. Restoranda gedib oturursan, yiyirsən, durursan, gəlirsən, gedib restorandan mən soruşmalı deyiləm ki, sən buna nə qatmısan. İndi sağ olsun ki, hökumət bizə şərait yaradır. Allah bu şirkəti də yaradan canı sağ eləsin ki, belə bir şey, belə bir biz üçün ideya və yaxud da ki, şərait yaradıb, biz də gedib ondan faydalanırıq. Orada bilmədiklərimizi öyrənirik. Əsas da ki, Allah müəllimə can sağlığı versin, əli qolu var olsun ki, bizə belə bir şeylər öyrədir. İndi baxın, gördüyünüz kimi, nə var idi videoda, mən